İmam Muhammed Baqir əleyhissalamın şəhadəti münasibəti ilə başda zamanı imamı olmaqla bütün Əhl-i Beyt aşiqlərinə başsağlığı ərz edirik. Allahdan istəyirik ki, o Həzrətin mübarək ziyarəti və əzəmətli şəfaəti cümləmizə, cümlə Əhl-i Beyt aşiqlərinə şamil olsun inşallah. İlk əvvəl Həzrətin mübarək həyatına qısa nəzər eləyək. Həzrətin adı Muhammed, ləqəbi, məhşur ləqəbi Baqir, künyəsi Əbu Cəfər. Həzrətin əziz atası İmam Əli ibn Hüseyn, yəni İmam Səccad əleyhissalam, əziz anası Fatimə bintül Həsəndir. Həzrət həm ana tərəfdən, həm ata tərəfdən yeganə imamdır ki, nəsli xanım Fatimə Zəhraya yetişir. Yəni İmam Həsən əleyhissalamın qızı Həzrətin anası idi. Həzrətin ömrü şərifi 57 il olmuşdur. Mövlud ili Hicrətin 57-ci ili Rəcəb ayının 1-i, miladla 677-ci ildə Mədinə şəhərində olmuşdur. Həzrətin qəbri şərifi müqəddəs Bəqi qəbristanlığında əziz babalarının yanındadır. Həzrətin imamət müddəti 19 il 2 ay olmuşdur.